Bir xanım var, onu əvəz edəcəyik bugün işdə və gecikirəm. Hədsiz gecikirəm. Əslində indi orada olmalıydım, amma mənim hardasa 1 saatlıq yolum var. Amma yenə də mən videomu çəkmək istədim sizlə. Mən nə vaxt ki, baxın belə gözlərim şişir, o həmin günü mən ya rahat yata bilmirəm, ya da ki, yatıram sadəcə yuxudan doymadığım üçün. Baxın, belə göz altlarım şişir. Makyajı da ona görə eləyirəm. Yoxsa belə çox makyaj eləyən biri deyirəm və sevmirəm də. Əslində, özümə də çox yaraşdırmıram makyajı. Sən qızlar görürəm, çox qəşəng makyaj eləyirlər. Yəni, həqiqətən çox bəyənirəm. Mən istifadə edirəm bu BB kremi. Çox bəyənirəm. Marketlərdə satılır. Qiyməti çox münasibdir. Məncə bir BB kreminə görə çox örtücülüyü var, amma eyni zamanda da çox fresh görünür. Yəni üzünüzdə heç nəyin yoxdur sanki. Elə görünür. Amma örtücülüyü də var. Sonra belə bir konsiler istifadə edirəm. Maybelline'indir. Çox qəşəngdir. Yəni bəyənirəm. Pis deyil. Bu arada mənə baxıb makyaj etməyin. Çünki mən bərbad makyaj edən biriyəm. Yəni wow bir makyaj edə bilmirəm. Sadəcə gündəlik olaraq. Nə yəni, hər kəsin bildiyi qədər. Bu rənglər mənim vazgeçilməz rənglərimdir. Sadə. İndi fırçadan da istifadə edəmirəm. Əslində fırçam var. Prosta istifadə edəmirəm. Ən bilinməyən rənglərdən götürürəm. Belə bu şəkildə. Sonda yəqin ki, deyəcəksiniz ki, bu qədər makyaj elədi, amma ortada heç nə yoxdur. Sonra belə bir highlighterım var. Neon Huda Beauty'dən. Çox qəşəng highlighter'da. Almaq istəsəz, yəni mən də sizə burada bir yerdə göstərim teksturasını. Baxın. Yəni həqiqətən çox qəşəng teksturası var. Məndə 2 ildir bu var. Yəni düşünün 2 ildir. Hələ də budur. Qalıcılığı da möhtəşəmdir. 4 rəngi var. Gəlin mən sizə o bir rəngləri də göstərim. Yəni bu rəngi belə tutum daha rahat. Bu çəhrayımsı rəngdir. Sonra burada belə bir rəng var. Bu biraz qızılımsı rəng olmalıdır. Və bir rəng də var. Bu indi görək nə rəngdir. Bunlardan son ikisindən ümumiyyətlə istifadə etmirəm. Bu ikisindən. Ən çox istifadə etdiyim elə bu birincidir. Sonra göz pınarıma bu ağ highlighter vurmağı sevirəm. Sonra Velvet'dən belə bir bu rəngdə ənliyimiz var. Olduqca az vurmalıyam. Çünki mən ənlik sevirəm və vurduqca vura bilirəm. Yəni yeganə makyaj vasitəsindən biridir ki, hər halda. Vurduqca, yəni əlim gedir yenə vurmağa. Swatch'dən belə bir dodaq qələmi var. Çox bəyənirəm. Mən bunu 1 il əvvəl şeydən əldə etmişdim. Olivia'dan. Ümumiyyətlə, bilmirəm, siz Olivia'dan almışsınız kosmetik vasitə yoxsa yox. Yəni həqiqətən çox qəşəngdir. Nəinki makyaj vasitələri. Mən 1-2 əlavə də 1-2 şey almışdım Olivia'dan. Məsəl üçün mətbəx üçün təmizləmə, yəni hədsiz, yəni 1 il işlətdim və həqiqətən möhtəşəm idi. İndi bitib yenisini almalıyam. Üstünə isə bu nə markasıdır heç yazılmayıb.
Amma hədsiz çox bəyənərək istifadə edim. Bunu Sədrəkdən almışam. Yəni 2 ildir mənimlədir, 2 il yarımdır hətta. Yəni aşırı sevirəm. Zaten indi fərqi də özünüz görəcəksiniz. Makyajımız bitdiyinə görə artıq yavaş-yavaş çıxmaq vaxtıdır. Buraya qaça-qaça gedirik. Hava çox qəşəng, ona görə üstdən heç görmədik. Bu arada saçımı da düzəltdim. Bulutlar məncə qəşəng olmamışdı. Onu da düzəltdik. İndi gedirik. İşə tələsirik qaça-qaça, çünki uca zəng elədilər mənə. Ona görə tez-tez getməliyik. Şəhər kənarı avtobuslarda bu cür mahnılar həmişə qoyulur və hələ bu yaxşı idi. Yəni indi biz öz avtobusumuza gedirik, getdi. Artıq məcbur növbəti 14-ə minməli olacağıq buna. Gözləyək, gəlsin və biz minək. Avtobus boşdur və istədiyimiz yeri seçə bilirik. Mən həmişə burada otururam. Buranı çox sevirəm. Bura ona görə yaxşıdır ki, avtobus dolu olsa da buradan rahat düşə bilirsən. Sizin üçün də məsləhət. Ən yaxşı avtobusda yer buradır. Keçən dəfə bura öz işim üçün gəlmişdim. Yəni reklamı yerləşdirdim, çəkilişimi elədim, getdim. 3 gün idi ki, gəlmirəm bura. Əslində bugün də gəlməyəcəydim, sabah gələcəydim. Sadəcə buradakı xanımın işi olduğu üçün mən onu əvəz eləməyə gəldim bugün. Bugün yəni sırf mesaj cavablayırıq. Başqa heç bir iş görmürük, nə reklam yerləşdiririk, nə də ki hər hansısa bir çəkiliş eləyəcəyik. Sadəcə mesajları cavablayacağıq və müştəri gəldiyi zaman müştərilərə məhsul satmağa çalışacağıq. Mesajları cavablamaq üçün adətən metadan istifadə edirik. Əgər sizin də öz biznesiniz varsa, mütləq şəkildə metadan istifadə edin. Həqiqətən çox rahatdır. İstər mesajları cavablamaq olsun, yəni Instagram və Facebook bura gəlir. Hətta istəsəz WhatsApp-ı da bağlaya bilərsiniz. Sadəcə biz bağlamamışıq. Çünki hədsiz çox mesaj olduğuna görə bir yerdən zaten cavablandıra bilmirik. Ona görə də burada sadəcə Facebook və Instagram mesajlarıdır. Ancaq WhatsApp-da isə ayrıdır. Biz WhatsApp-daki mesajları isə WhatsApp-ın özündən cavablayırıq. Bu samavar buranındır. Baxın, orada da var, satdıqdadır. Və özümüz də burada işlədirik mağazada. İndi baxaq. Stəkan çay süzək. Bu arada mən mahnıdan çox musiqiyə qulaq asmağı sevirəm. Yəni sözləri olmayan, sadəcə musiqidən ibarət. Mesaj cavablamaq əslində heç sevmirəm. Sadəcə bugün əvəz edirəm, neyniyək. Yəni, amma məncə ən yaxşı iş sadəcə reklam yerləşdirib bu qədər yazanları görməkdir. İndi bir müştəriyə kreditlə bağlı məlumat verəcəm. Siz də eşidin. Müştərinə necə danışdım. Bir daha salam. Bəli, kreditimiz mövcuddur. 6 aylıq qiymət olacaq sizdə 100 manat və bizdə kreditdə bir şərt var. Sadəcə gecikməniz olmamalıdır. Yəni başqa heç bir tələbimiz yoxdur. Sənəd olaraq şəxsiyyət vəsiqəsinizi göndərməyiniz kifayətdir. Yəni burada isə mən hesablayıram krediti. Məsəl üçün burada soruşur ki, 1 illik nə qədərdir? İndi onu hesablayacağam. Hı-hı. $54 manat. İnanılmaz yorulmuşam. Yəni neçə saatdır eyni yerdə oturmuşam.
Yemək sifariş elədik. Biraz yemək yeyək, biraz ara verək. Sizi bura qoyum. Biraz da mukbang çəkək. Bilmirəm, siz sevirsiniz mukbangları yoxsa yox. Mən açığı o qədər də sevmirəm. Amma çox ac olanda açıb baxmağı sevirəm. Yəni belə baxmağı sevmirəm, amma əgər hədsiz çox acmışamsa, direkt yəni mukbanglara baxıram və daha çox acıram. Bir dənə şaurmamız var və bir dənə də lahmacunumuz var. Ən sevdiyim lahmacundur. Ona görə birinci ondan başlayırıq. Ölçüsü çox balacadır. Mən yəni daha böyüklərini yediyim üçün mənə balaca gəlir. Amma çox qəşəng qoxusu gəlir. Bilmirəm, acam deyədir, yoxsa həqiqətən o qəşəng qoxusu var. Normalda göyərti sevmirəm, amma lahmacunda bayağı bol göyərtini sevirəm. Bu da mənim anormallığım. Məsəl üçün mən soğanı belə yeyə bilirəm, amma bişəndə xoşlamıram. Yəni yeməkdə uzun sevmirəm. Badımcanın özünü yemirəm, amma şorabasını yeyirəm. Yəni badımcanın özündən bayağı iyrənirəm hətta, yəni o dərəcədə. Ancaq qızartmasını və şorabasını yeyə bilirəm. Belə anormal xarakterim var. Bilmirəm, yeməyə qarşı sizdə də var bu, yoxsa ancaq məndə belədir. Lahmacunumuz hazırdır. Mən bu şəkildə yeməyi sevirəm. Uzun olanda rahat olmuram. İşte. Sadəcə limon azdır, yəni biraz limonu çox qoyub bölərdilər. Şaurma, bir dənə lahmacun və bir dənə də ayran 6 manat. Hava təmiz qaralıb, gözləyirəm ki mağazanın sahibi gəlsin, mən çıxım gedim. Bu arada burada məni də görürsünüz. Artıq saat 7-nin yarıdır. Biz mağazanı bağlayırıq.